mən istəyirəm bir uğurumuzu. Narınc xanım gəlibsə uğur gəlibdir deməkdir. Narınc xanım gəlibsə şirniyyatlar gəlib deməkdir. Biz konçalar, bəli, bir sevinç payımız vardır deməkdir. Ona görə mən Narınc xanıma kimi əmanət etmişdim? Amin balanı nələr baş vermişdi? Bir xatırlayaq, ondan sonra Amini indi bura dəvət edəcəm yenə də. Problemi belədir ki, gedir bir yerə deyirəm, bala getmə, buradan sənə ziyan gəlir, deyirsən, kimsən gedəcəm. Küçədə görürsən, hirslənir, cəmaatı söyür, utanıram. Ondan babası çağırır, Amin gəl bura, deyirsən, kimsədir, mən sən işinim. Gedir mağazinə, deyir, bu şeyi almasa, deyirəm, bala pulum yoxdur, deyir, almalısan, almadır, özün sınıfın yeri, ora bura. Bax, elə problemləri var. Oxuyur, yaddaşında qalmır, məktəbə deyir, zülmünə gedir, düzdür, rəssamlığa gedir, yaxşı da əl sərişləsi var, çəkir eləyir. Bax, problemi odur. Biraz hirstədən gedir, anasının şəklini götürür, ağlayır, özünü öldürür. Ana, siz ölmüşsünüz, bizə kolluq verir. Bax, elə problemə görə gətirirəm, bala, başınıza dönüm, elə eləyim, biraz köməkli eləyim. Mən 70 yaşım var, təzdən mənim uşaq saxlayım, baxdım, dəldən. Narınc xanıma xahiş edirəm ki, bunların problemlərini düzəlsinlər, mən də yazığım. Biraz bunları saxlayım, yekəldim. Ayət edir, bəs edir. Mən çünki istəyirəm özüm məlumat verim. Bizim Amin balamızın anası xərçəng xəstəliyindən dünyasını dəyişmişdi. Ölənlərinizə rəhmət. Ata isə cəza çəkmə müəssisəsində idi. Bir nənə ilə babanın belə bir bəli uşağı saxlamasını təsəvvür edin və hələ-hələ bu uşaq hiperaktivdirsə, hələ-hələ bu uşaq yerə göyə sığmırsa, belə deyim də, çox üzr istəyirəm tamaşaçıdan, nənənin dili ilə deyəcəm, söyüş söyməyə meyillidirsə, dağıtma, qırma, xətrinə dəydiyi ilə ananın şəklini götürüb də siz məni incidirsiniz deyə anasına şikayət etməsi, Allah kimsəyə göstərməsin. Bunlar çox ağır duyğulardır. Ona görə nənə imdad dedi. Biz isə təcili Narınc xanımdan xahiş etdik ki, yardım edək. Edibdir. Bugün Amin gəlibdir. Başqa Amin gəlibdir. Heç deyərsən həmən o qaşqabaqlı Amindir. Deyə gülə. Oy, Amin, sən xoş gəldin. Çox sağ ol. Nə gözəl çiçəklər gətiribsən bizə. Amin, necəsən? Yaxşı. Mən də yaxşıyam. Sən soruşdun, mən lap... Ay nənə, gözün aydın. Bu nədir bu başqa? Amindir ki, Amin. Çox sağ ol. Amin, oğlum, gedirsən mi məktəbə? Gedirsən, gəl yanıma, gəl yanıma. Mənə Amin, həqiqətən, Narınc xanım, valla mən bilsəm sizin bu sehirli çubuğu gedib götürüb evdəki uşaqların hamısına vuraram. O bacım oğlunu, o nadincə sizə göndərdiyimə. De görüm oğlum, dərslərin necə gedir? Səndə nələr dəyişib? Söyüş söydüm, day söymürəm. Day söyüş söymürsən. Bax, bu özü böyük, böyük uğurdur, böyük tarix. Mən 5 yaşından sonra söyməməyə başlamışım, sən indi fərqidir. 10 yaşında. Mən Narınc xanım geç müalicələrdə, ona görə qalsın. Sonra oğlum? Nəmin sözünə baxmır. Nəniyə sözünə bax, nəniyə baxırsan sözləri artıq? Nənə nə desə qanundur. Ay, nə gözəl. Sonra? Sonra ancaq dalaşırdım, dalaşmıram evdə. Yemək bişirib iş görürəm. Hətta yemək bişirməkdə nəniyə kömək edirsən? Valla Amini də, Narınc xanımı da alqışlamağa dəyər ha. Bu elə belə şey deyil. Adamı, bəli, adamı 180 dərəcə dəyişibdir. Sonra birinkisində də bəs eləyir. Sonra dərslərimi yaxşı oxuyuram. Dərsləri ya, bu ənəsi. 5 alırsan. Valla, əgər Amin bugün 5 alırsa, Narınc xanım 5'də 5 alır. Başqa yolu yoxdur. Çox əla. Ged o zaman şirniyyatları payla bizim. Elə başda tarix əmidən gec öyrənibdi, amma öyrənibdi ki, nətər danışmaq lazımdır. Mən sizə çox təşəkkür edirəm. Sənə də, Narınc xanıma da ki, mənim balamı irəli gətirirəm. Amma çox dəyişir. Çox, o işləyən müəllimlərə də təşəkkür edirəm. Sevil xanım, Aysel xanım, Aytən xanım çox əziyyət çəkdi mənim balama. Allah köməyiniz olsun. Ölüncən sizə minnətdaram. Allah sizin balalarınızı saxlasın. Çox sağ olun. Sağ ol, gözəl nənə. Mən başa düşürəm səni razı. Çünki sən bunu həyatı boyu özün bacara bilməzdin. Narınc psixologiya mərkəzi olma. Amma baxın, Narınc xanım, bir yanaşı tutaq, bir fərqə baxın, bir dəyişimə baxın, ay dostlar. 360 onun eynisidir, 180 isə onun bəli, 180 dərəcə. Hiperaktivlik dərəcəsini yəqin ki,
burada bu başda Dəhşətli qırmızılarda bir görə nəticə. bilirsiniz. Narınc xanım, Nə halal vəziyyətdə olsun. idi. Nə etdik, necə işlədik, bu vəziyyətdən bu vəziyyətə necə gəldik? O qədər diqqəti yayınıq idi, Aha. o qədər hiperaktiv idi. Yəni dərslərini oxumaqda çətinlik çəkirdi. Xətti ilan qurbağa, Aha. yəni anlaşılmaz idi. Yaddaşında qalmırdı dərsləri. Şükürlər diqqətin qəşəng, çox aqressiv idi. Həmin dəqiqə reaksiya verirdi. Aha. İndi artıq elə deyil. Yaddaşı güclənib, diqqət dalğaları 7 idi. Əslində 22-26 olmalıdır. Hamısı qalxıb o 25-dədir hal-hazırdakı göstəriciləri. Əslində Amin balam daha erkən düzəlmişdi. Sadəcə mən gəlib çıxa bilməmişdim deyə gözlədim. Dedim Amin sizi gəlib özümü gözləyirdi, Amin. yetirir. Çox Məktəb gözəl. uğurla başladı. Şükürlər Beş olsun. alır. 5-lər alır. Xətti səliqəyə Çox düşür. gözəl. Artıq oxumaq olur ki, orada nə idi? Əvvəl heroqlif kimi oxuna bilmirdi. bəli. Dalğaların qəşəngcə nizamladıq. Aha. Diqqətini yığdıq. Davranış terapiyası ilə davranışlarını korreksiya elədik. Aha. İndi şükürlər olsun artıq əziyyət çəkmirlər nənəsi Çox ilə. gözəl. Dəcəllik eləmir. Çox Şükürlər. gözəl. Həmişə o bizim balamızdır. Deyir ki, ayrılmaq istəmirəm. Orada deyəcəm ki, sağalmamışam. Elə Bizi o qədər demirsən. sevir ki, Həmən gün ağladı, ürəyi ağrıyırdı. Getmək bizdən istəmirdi. ayrılmır. Yox. Mən o O qədər zaman çox qısa sevir. bir daha demək istəyirəm ki, Ona görə o qızlardan ötürü hər gedəndə başı ağrımır artıq ona görə. Bəli, emosional o bağ yaranıb ki, Bəli. biz onun qurtarıcı Bəli. mələyiyik Mən sanki ona həyatında. görə həqiqətən də buradan bir daha fürsətdən istifadə edib müraciət etmək istəyirəm. Uşaqlarınız Aminin əvvəlki vəziyyətindədirsə, dərs oxumursa, hiperaktivdirsə, vurmağa, dağıtmağa, qırmağa, ağzından gələni deməyə meyillidirsə, inanın ki, niyə dediyim kimi bunu siz tək bacarmayacaqsınız. Amma Narınc Psixologiya Mərkəzi demir ki, burada sizə göstərir və buyurun. Həmən Amin hara, bu Amin hara. Valla bütün Centilmenim. gözəl arzulara mən Amin deyirəm. Çünki hər kəs indi deyir ki, Amin. kaş ki mənim də balam belə olsun. Amin deyirəm. Anasının Amma ruhu şad olsun. Amin. ona. Anasının ruhu İnşallah şad atası da olsun. bizi Amin. istəyir, yaxşı Amin. bala Atası da olacaq. çıxar, balasına dəstək olar. O birisində inşallah. Bir nəvəm də var. Siz ailəlikcə Narınc Psixologiya Mərkəzində oldunuz artıq. Narınc xanım. Baxanda yaxşıdır, biraz müalicə lazım. Tamam, Düzələr, kömək eləyək. narahat Bir olma. kurs Narınc eləyərik xanım, müalicəsini. mən sizə narahat olmayın. təşəkkür Sağ edirəm. olun. Mən də bunu Ürəkdən. sənə verirəm. Yenə Qalsın. deyirəm, həm də bir vətəndaşımız kimi. Var Çox sağ olasınız. olun. Çünki balalar bizim gələcəyimizdir və uşaqlarımıza xidmət göstərmək bizim həm də bir borcumuzdur. Onların sağlamlığı isə bizə xüsusilə önəmlidir.